Hökümə Əliyevanın təyyarə qəzasında həlak olduğu Qazaxıstanın Aktau şəhəri yaxınlığında ərazini ziyarət etmək istəyirik. Ziyarətlə bağlı heç bir quruma müraciət etməmişik. Bunu öz imkanlarımız hesabına reallaşdıracağıq. Bu sözləri Teleqrafa milli qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib. Hadisə baş verən gündən indiyədək sözügedən əraziyə getmədiklərini söyləyən Coşqun Nəsibli deyib. Ziyarət tariximiz hələ ki bilinmir. Onu deyə bilərəm ki, ilk fürsətdə həmin əraziyə gedəcəyik. Bunu planlaşdırırıq. Ziyarətdə yalnız hökumənin yaxınları, ailə üzvləri iştirak edəcəklər. Xatırladaq ki, Hökümə Əliyeva ötən il dekabrın 29-da Bakıdan Qroznoya uçan Azərbaycan hava yollarına məxsus təyyarənin Qazaxıstan Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə o, Azərbaycanın milli qəhrəmanı adına və Qızıl Ulduz medalına layiq görülüb.